Salam əziz və dəyərli tələbələr. 1 fevral 2026-cı il tarixində master nömrə 1 tədris mərkəzində keçirilmiş ümumi sınaq 8 imtahanının rus dili fənni üzrə suallarının izahını sizə mən Reyhan müəllimə təqdim edəcəm. Bildiyiniz kimi xarici dildə ilk öncə dinləmə mətni olur. Gəlin həmişə olduğu kimi dinləmə mətninin həm özünə qulaq asaq, həm yazılı versiyasına baxaq, sonra tərcüməsi ilə tanış olaraq suallara keçid edək. Buyurun dinləyin. Прослушайте текст и выполните задание с 1 по 5. Эйфелева башня. Человечество часто выходит за границы общепринятых норм и создает настолько необычные творения, что остается только поражаться. Эйфелева башня, самая узнаваемая архитектурная достопримечательность Парижа, была создана к Всемирной выставке 1889 года, организованной властями к столетию Великой Французской революции. Известный инженер Гюстав Эйфель внес на рассмотрение в администрацию Парижа свой проект 300-метровой железной башни, ставшей впоследствии одним из необычных сооружений. Он получает совместно со своими сотрудниками патент на проект, а впоследствии покупает у них же и исключительное право. Идея башни принадлежала не ему, а двум его сотрудникам – Морису Кохлину и Эмилю Нутье. Собрать в течение 2 лет такое сложное сооружение, как башня, возможно было только потому, что Эйфель применил особые конструкционные методы. Для того, чтобы башня более отвечала эстетическим вкусам требовательной парижской публики, архитектор Стефано Совестер предложил общить цокольные опоры башни камнем, связать ее опоры и площадку первого этажа с помощью величественных арок. Сделав арки главным входом на выставку, он разместил на этажах башни просторные застекленные залы. Чтобы закончить башню в назначенный срок, Эйфель применял заранее изготовленные части. Вначале применялись высокие краны, а когда конструкция переросла их по высоте, работу переняли специально сконструированные Эйфелем мобильные краны. Они двигались по рельсам, проложенным для будущих лифтов. Первые лифты на башне приводились в действие гидравлическими насосами. Вплоть до нашего времени используются 2 исторических лифта, установленные в 1899 году в опорах башни. Bu bizim dinləmə mətnimiz idi uşaqlar. Gəlin bunun Azərbaycan versiyası ilə sizi tanış edim. Söhbət Eyfel qülləsindən gedir. Bəşəriyyət çox vaxt qəbul edilmiş normaları aşaraq elə qeyri-adi əsərlər yaradır ki, insan yalnız heyrətlənə bilir. Parisin ən tanınan memarlıq abidəsi olan Eyfel qülləsi Fransa inqilabının 100 illiyini qeyd etmək üçün hakimiyyət orqanları tərəfindən təşkil edilən 1889-cu il dünya sərgisi üçün inşa edilmişdir. Məşhur mühəndis Gustav Eiffel 300 metrlik dəmir qüllənin layihəsini Paris administrasiyasına təqdim etdi və sonra bu tikili şəhərin ən qeyri-adi tikililərindən birinə çevrildi. O öz köməkçiləri ilə burada Satrudnik həm əməkdaş kimi gedə bilər, həm köməkçi, həm işçi. Çox güman ki, o 2 nəfər onun işçisi olub. İşçiləri ilə birlikdə proyektin hüququnu təsdiq edən sənəd alır, daha sonra isə onlardan da bu bütün hüquqları satın alır. Qüllənin hüquqları Güllənin ideyası ona deyil, onun 2 bu işçisi Maurice Coquelin və Emile Nutier'ə aiddir. Belə bir mürəkkəb tikilinin 2 il ərzində yığılması yalnız Eyfelin xüsusi tikinti metodlarından istifadə etməsi sayəsində mümkün olmuşdur. Paris ictimaiyyətinin estetik zövqünə daha yaxşı uyğunlaşmaq üçün Memar Stefan Sovester qüllənin
zirzəmi dayaqlarını daşla örtməyi və onları əzəmətli tağlarla birinci mərtəbə platformasına birləşdirməyi təklif etdi. Tağları sərginin əsas girişi halına gətirərək qüllənin döşəməsində geniş şüşə salonlar quraşdırıldı. Qüllənin tikintisini vaxtında başa çatdırmaq üçün Eyfel əvvəlcədən hazırlanmış hissələrdən istifadə edirdi. Əvvəlcə hündür kranlardan istifadə olunurdu, lakin konstruksiya böyüdükcə Eyfel tərəfindən xüsusi olaraq hazırlanmış mobil kranlar işə başladı. Onlar gələcək liftlər üçün çəkilmiş relslər boyu hərəkət edirdilər. Qüllənin ilk liftləri hidravlik nasoslarla işləyirdi. 1899-cu ildə qüllənin dayaqlarına quraşdırılmış 2 tarixi lift bugünə qədər də istifadədədir, yəni ondan istifadə olunur. Keçək suallara uşaqlar, baxaq görək suallarda bizdən nə istəyirlər. Birinci sualda какое утверждение соответствует содержанию текста? Buradakı variantlardan hansı mətnin məzmununa uyğundur? Соответствие – это uyğunluq. Башня состоит из 4 этажей. Bu haqda məlumat yox idi. Eyfel называл башню просто 300-metrovая башня. Belə bir fikir yox idi. Sadəcə orada deyilirdi ki, 300 metrlik bir qüllə hazırlandı. Башня состоит из 18 тысяч железных деталей. Belə bir fikir də yox idi. Башню собрали в течение 2 лет. Bəli, orada vurğulandı ki, 2 ilə bunu hazırlamaq üçün xüsusi metodlardan istifadə olunurdu. Düzgün cavabımız D variantı olacaq. Yedəki возведение башни вызвало широкий резонанс. Belə bir fikir də mətndə səslənmədi. Azərbaycanca tərcüməsini verdiyim üçün rahatlıqla bunu sizə birbaşa düzgün cavaba keçirəm. Çünki məzmununu bizim dildə də demişəm, artıq məlumatınız daha yaxşı var bu mətnin məzmunu haqqında. İkinci sualda что разместили на этажах башни? O da просторные застекленные zalı. O da bu hissədədir uşaqlar. Baxın bu. На этажах башни просторные застекленные залы. Sonra bu cümləni tamamlamaq lazımdır. Gustav Eiffel получает совместно с сотрудниками patent на проект və burada E variantı, sonra isə onlardan bütün bu hüquqları alır. A потом выкупает исключительное право у них. Burada da düzgün cavab E olacaq. Yəni əvvəl onlarla birlikdə patenti alır, ondan sonra isə onlardan bütün hüquqları yenə də əldə edir. Dördüncüdə что предложил архитектор Стефано Совестер? Nə təklif eləmişdi? Bu, deməli, связать опоры башни площадку первого этажа величественными арками. Baxın, buradadır o hissə. Предложил общить, bura məsələn gəlir, sonra da опору площадку с помощью величественных арок, yəni bu cümlənin içindədir bu. Və 5-ci sualda на какой вопрос можно найти ответ в тексте? Hansı suala mətndə cavab tapmaq olar? Deməli, biz burada elə bir variant götürməliyik ki, o sualı verəndə onun cavabı mətndə olsun. Əgər o sualın cavabı haqqında mətndə danışılmırsa, onu götürməyin mənası yoxdur. A variantında Eyfel Başnyası qülləsi nə üçün yaradılıb? Bunun cevabı yok idi. V variantındaki как долго строили 2 il. Yani bunun cevabı var. C'dəki Eyfel qülləsində nə yerləşir? D-də niyə Eyfel qülləsi qırmızıdır və Y-də də Eyfel qülləsinin əvvəllər yerində nə olub? Yəni bunlar haqda mətndə söhbət getmədiyi üçün o sualların cavabı da mətndə yoxdur. Gəlin bir daha düzgün cavablara baxaq. Bir də düzgün cavabımız D. 2-də düzgün cavabımız C. 3'te düzgün cevabımız Y, 4'te düzgün cevabımız yine Y ve 5'te de düzgün cevabımız V. Bildiğiniz gibi bizde 2 okuyup anlama metni olur. Hər iki mətn 5 sualdan ibarətdir. Hər iki mətnin ilk sualı birinci mətndə 6-cı, ikinci mətndə 11-ci sual 4 mülahizədən ibarətdir. Sual ümumilikdə 1 ballıq nəzərdə tutulub. Əgər siz bu 4 mülahizəyə düzgün cavab versəniz, o sizə 1 bal verəcək. 3-ünə düzgün cavab versəniz, o sizə 0,5 bal verəcək. 3-dən az olsa, bu sizə heç bir bal verməyəcək. Hər iki
oxuyub anlama mətninin sonuncu sualı, birincidə bu 10-cu sualdır, ikincidə 15-ci sualdır, açıq tiplidir. Burada artıq səhv etmə şansınız yoxdur. Gəlin ilk mətnlə tanış olaq, həm rus, həm Azərbaycan versiyasına baxaq. Yuxudan gedir birinci mətndə söhbət, biraz da Leonardo da Vinci'nin çox fazalı yuxu sistemindən. Сколько должен спать человек? На этот важный вопрос попытались ответить финские ученые, установившие оптимальную продолжительность sna. İnsan nə qədər yatmalıdır? Finlandiyalı alimlər optimal yuxu müddətini müəyyən etməklə bu vacib suala cavab tapmağa çalışıblar. Масштабное исследование, проведенное специалистами Института социальной защиты Финляндии, позволило им сделать вывод, что правильный сон может помочь людям предотвратить болезни. Deməli, Sosial Rifah İnstitutunun mütəxəssisləri tərəfindən aparılan geniş miqyaslı araşdırma onlara belə bir nəticəyə gəlməyə imkan verdi ki, düzgün yuxu sistemi insanların xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Исследование образа жизни 3760 человек, проводимое на протяжении 7 лет, показало, что женщины, которые спят по 7-6 часов в сутки, и мужчины, которые спят по 7-8 часов в сутки, имеют меньшие шансы заболеть. Deməli, 3760 nəfər üzərində aparılan 7 illik, yəni onların yaşam tərzi, həyat tərzi araşdırılması göstərdi ki, gündə 7-6 saat yatan qadınlar və 7-8 yatan kişilər xəstələnmə ehtimalı aşağıdır. Yəni, qadınlar üçün 7-6 saat nəzərdə tutulub, kişilər üçün 7-8. Burada nöqtələr var, uşaqlar. Deməli, bu yerdə hansısa suallardan birində o cümlə ora qoyulmalıdır. Davamına baxaq. Считается, что великий ученый Леонардо да Винчи сумел разработать для себя особый режим дня. Стремясь большую часть времени отводить творчеству, да Винчи стал спать по 15 минут каждые 4 часа, что составляло всего 1,5 часа сна в день. Именно этим и объясняется, как гениальный художник, архитектор, скульптор, инженер и ученый имел время совершать многочисленные открытия и в области ботаники, геологии, математики, физики, геометрии, медицины и так далее. Hesab olunur ki, böyük alim Leonardo da Vinci özü üçün xüsusi bir gün rejimi tərtib etməyə bacarıb. Vaxtının çox hissəsini yaradıcılığa həsr etməyə çalışan Da Vinci hər 4 saatdan bir 15 dəqiqə yatırdı. Və bugün də cəmi 1,5 saat yuxu deməkdir. Məhz bunun sayəsində bu dahi rəssam, mimar, heykəltaraş, mühəndis və alimin botanika, geologiya, riyaziyyat, fizika, həndəsə, tibb və sair sahələrdə çoxsaylı kəşflərini, yəni bu onun bu vaxtının çoxluğu, yəni bunu necə etdiyi ilə izah olunur. Сегодня режим сна Леонардо да Винчи известен как сон гения или многофазный сон. По утверждению Клаудия Стемпа, исследователя Института суточной физиологии в Бостоне, такой общепринятый режим сна имеет биологический смысл, так как мозг является наиболее активным и способным к творчеству в первые часы после того, как человек проснулся. Недаром такой метод спустя годы стали использовать и лорд Байрон, и Джефферсон, и Наполеон, и многие другие. Основным преимуществом сна по графику да Винчи считают появление свободного времени. Bugün, yəni günümüzdə Leonardo da Vinci'nin yuxu rejimi, dahilərin yuxusu və yaxud da ki, çox fazalı yuxu kimi tanınır. Boston'daki İnstitut Sutочной Fiziologiya, sutka bilirsiniz də bizdə 24 saat mənasında, yəni gün mənasındadır. Yəni o institutun tədqiqatçısı Claudia Stemp'in müddalarına, sözlərinə görə bu qeyri-ənənəvi yuxu rejimi bioloji məna kəsb edir. Çünki yuxudan oyandıqdakı ilk saatlarda beyin ən aktiv və yaradıcı olur. İllər sonra bu metoddan Lord Byron, Jefferson, Napoleon və həmçinin başqaları boşuna istifadə etməyiblər. Da Vinci'nin qrafika əsasında olan yuxunun əsas üstünlüyü boş vaxtın artmasıdır. Yəni boş vaxtın daha çox qalmağıdır. Вместе с тем, люди, которые попробовали режим сна Леонардо да Винчи, часто проходят сложный период адаптации, во время которого появляется чувство тошноты, головная боль и пропадает аппетит. Bununla yanaşı da
Bununla yanaşı Da Vinci'nin yuxu rejimini sınamış insanlar çox vaxt çətin bir adaptasiya dövründən keçirlər və bu dövrdə ürək bulanma, baş ağrıları və iştahsızlıq hiss olunur. Основным же препятствием режима сна да Винчи является то, что далеко не каждый человек, работающий в нормированном режиме, способен позволить себе такую роскошь. Кроме того, такой вариант сна не рекомендуется людям, имеющим проблемы со здоровьем. Дополнительный стресс может ухудшить их состояние. Deməli, bu Da Vinci'nin yuxu rejiminin əsas maneəsi ondan ibarətdir ki, yəni normal bir işdə işləyən hər insan bunu özünə tətbiq edə bilməz. Bu cür yuxu, bundan əlavə bu cür yuxu sağlamlıq problemi olan insanlara da tövsiyə edilmir. Əlavə stres onların halını daha da pisləşdirə bilər. Gəlin suallarla tanış olaq. 6.1-də ученые выяснили, что наименьшие шансы заболеть от тех людей, которые spят от 4 до 6 часов в sutki. Amma bizə burada mətndə necə deyildi? Qadınlar 6-7, kişilər 7-8 saat. Amma burada yazılıb ki 4 saatdan 6 saata qədər. Biz bunu неверно cavabı kimi götürürük. 6.2'de считается, что Leonardo da Vinci spal ежедневно 1,5 часа. 1,5 çasa 1,5'tir və burada da verilib ki 1,5 saat yatır. Deməli, bu verno olacaq uşaqlar. Mozg человека наиболее активен в первые часы после сна. Bu da araşdırmalara görə, həmin bu Claudia Stampinin araşdırmalarına görə bəli. İlk saatlarda beyin daha aktiv olur. Bu da verno cavabı ilə cavablandırılacaq. 6.4'te самыми распространенными примером этого сна являются режимы сна младенцев, пожилых людей или многих животных. Ola bilər, amma mətndə bu yox idi. Ona görə də biz onu неверно kimi götürəcəyik. 7-ci suala baxırıq. Основное преимущество многофазного сна, yəni əsas üstünlüyü nə idir? Zaman çox qalırdı. Bu da C variantındadır. Появление большого количества свободного времени. 8'də 3-cü abzasda nöqtələrin yerində nə olmalıdır? Baxırıq bura ki, görək nöqtələrdən sonra nə gəlir və burada cümləmiz belə başlayır ki, hesab olunur ki, dahi alim Leonardo da Vinci özü üçün xüsusi bir gün rejimi tətbiq yarada bilib. Məsələn, A variantında deyir ki, sistematik günorta yatmaq yuxusu vacib hesab olunur və ya da deyir ki, gecə boyu bədən bir çox stadiyalardan keçir, yuxu stadiyalarından. C-də deyir ki, əgər gecə yuxusunu ötürsən, yatmasan, həyəcan və qıcıqlanma baş verir. İnsan hər şeyə tez qıcıqlanır. D-də yazılıb ki, mümkündürmü az yatıp sağlam qalmaq? Və bunu biz bura qoysaq, а можно ли, yəni sual verir, спать меньше, оставаясь здоровым və daha içində gəlir ki, считается, что hesab olunur ki, yəni baxın, az yataraq sağlamda qalıb. Deməli, 8-ci sualda düzgün cavabımız olacaq D variantı. 9'a baxırıq. Многофазный сон подходит. Bu çox fazalı yuxu kimə uyğun gəlir? Məsələn, yazılıb bütün insanlara, amma mətndə orada vurğulanmışdı ki, yalnız sağlamlığında problem olmayan. Burada V-də məsələn yazılıb ki, yalnız sağlam insanlar. C-də yazılıb ki, xəstəliyi olan insanlar. D-də yazılıb ki, bəzi insanlar, hansıların ki, slava zdоровья, zəifdir sağlamlığı. 7'də yazılıb ki, mürəkkəb bir adaptasiya periyodundan keçən, amma mətndə vurğulanmışdı ki, bu mnoqofaznay, çox fazalı yuxunu tətbiq edən insanlar başlayırlar bu periyoddan keçməyə. Deməli, cavab olaraq nəyə götürürük V variantını? O da hardasa, baxın, bu hissədədir. Burada yazılıb ki, не рекомендуется людям, имеющим проблемы со здоровьем. Yəni, sağlam insanlar bunu tətbiq edə bilərlər. Deməli, cavabımız B variantı. Baxırıq 10-cu suala. Какие из перечисленных утверждений являются верными? Mətndə sadalanan fikirlərdən hansı doğrudur? Məsələn, burada yazılıb ki, araşdırmalar göstərdi ki, qadınlar hansılar ki 6-7 saat yatırlar, az xəstələnirlər. Bəli, var idi mətndə, bunu düz götürürük. 2-də əgər orqanizmdə bəzi vitaminlər çatmırsa, yatmaq istəyirsən, bu haqda danışılmadı mətndə. 3-cüdə deyir ki, yuxuda bədən tonusu
aşağı düşür, nəfəs almanı belə, bu da mətndə yox idi uşaqlar. Dördüncüdə də bu mnoqofazlı, çox fazalı yuxu metodunu illər sonra Napolyon Bayram və başqaları da tətbiq etməyə başladılar. Bu mətndə var idi. 1 və 4. Beşincidə də yenə də yuxudakı yuxu rejimində yazılıb ki, əgər pozularsa beynin aktivliyi yaddaşın itirilməsinə, nəsə buna gətirib çıxarır. Bu da mətndə yox idi. 1, 4. Gəlin bir daha düzgün cavablarla tanış olaq. 6-1 V, 6-2A, 6-3A, 6-4 V. 7-ci sualda düzgün cavabımız nə idi uşaqlar? S. 8-ci sualda düzgün cavabımız D, 9-cu sualda düzgün cavabımız V və 10-cu sualda da düzgün cavabımız 1 və 4. Keçirik ikinci mətnə. İkinci mətnimiz Arktika haqqındadır. Belə bir mətndir. Gəlin, maraqlı bir mətndir. Gəlin bununla da bir tanış olaq. Арктика– один из самых суровых регионов на Земле. Зимой температура здесь может опускаться ниже 50 градусов Цельсия, а солнце не показывается неделями. Однако, несмотря на экстремальные условия, жизнь в этом ледяном мире существует. Животные, обитающие в Арктике, выработали удивительные способы выживания, которые помогают им противостоять холоdu, голоду и ветрам. Arktika yer üzündəki ən sərt bölgələrdən biridir. Qışda burada temperatur -30, -50 dərəcə Selsidən aşağı düşə bilər. Günəş isə həftələrdə görünmür. Lakin ekstremal şəraitə baxmayaraq bu buzlu dünyada həyat mövcuddur. Arktika heyvanları soyuğa, acılığa və küləyə tab gətirmək üçün inanılmaz sağ qalma üsulları inkişaf ettiriblər. Одной из главных стратегий является теплая и плотная шерсть. У белых медведей, песцов, северных оленей и волков она не только удерживает тепло, но и помогает маскироваться на белоснежном фоне. У полярного медведя шерсть состоит из прозрачных волосков, которые отражают свет, делая его почти невидимым среди ледов. Под шкурой находится толстый слой жира, он защищает тело от мороза и служит запасом энергии в голодные времена. Deməli, əsas strategiyalardan biri isti və sıx xəzdir. Ağ aylarda şimal türkülərində, Pisets də şimal türküsüdür. Şimal maralı və canavarlarda o tək istiliyi saxlamır. Həmçinin də qarlı fonda gizlənməyə kömək edir. Qütb aylarında işığı əks etdirən şəffaf tüklərdən ibarət, qütb aylarının işığı əks etdirən şəffaf tüklərdən ibarət xəzləri var və bu da onları buzların arasında demək olar ki, görünməz edir. Dərlərinin altında qalın bir yağ təbəqəsi var, o bədəni soyuqdan qoruyur və aclıq dövründə enerji ehtiyatı kimi xidmət edir. Некоторые животные применяют иную стратегию, они впадают в спячку. Например, арктические суслики способны понижать температуру своего тела до 0 градусов, замедляя все жизненные процессы. Это помогает им пережить долгую зиму без пищи. Другие, наоборот, мигрируют, как, например, северные олени, которые ежегодно совершают тысячи километров, следуя за более мягким климатом и источниками pişim. Bəzi heyvanlar fərqli bir strategiya tətbiq edirlər, qış yuxusuna gedirlər. Məsələn, Arktika dərələri bədən temperaturlarını 0 dərəcəyə endirərək bütün həyati prosesləri yavaşlada bilirlər. Bu onlara uzun qışı qidasız keçirməyə kömək edir. Digərləri isə əksinə mülayim iqlim və qida mənbələrini ardı ilə, arxasıca, yəni hər il minlərlə kilometr məsafə qət edən şimal maralı kimi yəni gedirlər harasa, köçürlər harasa, köç edirlər, üzr istəyirəm. Deməli, интересно, что даже птицы Арктики приспособились к холоду. У полярной куропатки зимой меняется цвет оперения, а ее ноги покрываются перьями, словно сапожками. Моржи и тюлени проводят большую часть жизни в ледяной воде, но их кожа и жир защищают от
переохлаждения. Они могут нырять на большую глубину, где температура воды стабильнее, чем на поверхности. Maraqlıdır ki, hətta Arktika quşları belə soyuğa uyğunlaşıblar. Arktika Kurapatka kəkli idi bizim dilimizdə. Arktika kəkliyinin lələkləri qışda rəngini dəyişir və ayaqları isə belə tüklərlə örtülür, hansına ki çəkmə kimi, yəni çəkməyə bənzəyirlər. Morjlar və suitilər həyatlarının çox hissəsini buzlu suda keçirirlər, lakin onların dəriləri və piyləri soyuqdan qoruyur. Onlar daha dərinliklərə dala bilirlər, hardakı suyun temperaturu o suyun səthindən daha stabildir. Все эти приспособления показывают, насколько гибкой и изобретательной может быть жизнь. Арктические животные не просто выживают, они гармонично вписаны в суровую экосистему, где каждый вид выполняет свою роль. Сохраняя баланс природы, они напоминают человеку о том, что даже в самых холодных местах Земли жизнь остается удивительно сильной и устойчивой. Bütün bu uyğunlaşmalar həyatın nə qədər tez uyuşan və yaradıcı ola biləcəyini göstərir. Arktika heyvanları sadəcə həyatda qalmırlar. Onlar hər bir növün öz rolunu yerinə yetirdiyi sərt ekosistem daxilində ahəngdar şəkildə yaşayırlar. Təbiətin tarazlığını qoruyaraq onlar bizə yer kürəsinin ən soyuq yerlərində belə həyatın olduqca güclü və sarsılmaz, yəni dayanıqlı qaldığını xatırladırlar. Gəlin suallara keçid edək. 11.1. Арктика регион с мягким и теплым климатом. Amma burada nə deyildi? Из суровых, самый суровый. Deməli, это неверно. Белый медведь имеет прозрачные волоски, отражающие свет. Bu qütb ayısından gedir söhbət. Полярный медведь, yəni ağ aydır o. Bunu A götürürük. Arktические суслики зимой впадают в спячку. Deməli, burada bizdə nə deyir? Deyir ki, bəzi heyvanlar yuxuya gedirlər. Dalıyıcanda арктический суслик, yəni bədən temperaturunu aşağı salırlar və замедляются жизненные процессы, böyle o deməkdir ki, yatırlar, yuxuya gedirlər. Это A. Marjı проводит жизнь только на суше. Burada yazılıb ki, morjlar yalnız quruda, amma o quruda deyildi. Marjı у нас где? Yəni suda, глубинaya daha çox gedirlər, dərinliyə gedirlər. Это тоже неверно. 12-yə baxırıq. Главная роль слоя жира у арктических животных заключается. Yəni əsas bunun mahiyyəti nədir? Onları soyuqdan qorusun və qida əvəzi. Cavab A olacaq burada uşaqlar. 13-də приспособились sözünü hansı sözlə dəyişə bilərik? Приспосабливаться mühitə uyğunlaşmaq deməkdir. Onu da adaptirovаться ilə götürəcəyik. Y variantı olacaq burada düzgün cavabımız. 14-də niyə deyir ki, şimal ayıları, maralları bu miqrasiyanı edirlər, yəni başqa yerlərə köç edirlər. Ona görə ki, daha yumşaq klimat və qida əldə etsinlər. Cavab D variantı. Və 15-də hansı burada verilən fikirlər mətnə görə doğrudur. Bir də yazılıb ki, bu kəkliyin qışda tüklərinin rəngi dəyişir. Bəli, mətndə var idi. 2-də yazılıb ki, Arktikadakı heyvanlar isti və soyuğu eyni keçirirlər. Xeyr, eyni deyildi. Толстый жира помогает животным сохранять тепло. Bəli, ona görə kömək edir. Hətta burada da bir ipucu var. Eyni şeydir hardasa. Və 4-cüdə все арктические животные впадают в спячку, qış yuxusuna, amma burada некоторые животные, yəni hamısı deyil. Və 5-cidə də Arktika населена только птицами, ancaq orada tək quşlar yaşamırdı, heyvanlar da yaşayırdı. Cavabımız 1-3. Gəlin bir daha düzgün cavablara baxaq. 11.1V, 11.2A, 11.3A, 11.4V. 12'də düzgün cavabımız A, 13'də düzgün cavabımız Y, 14'də düzgün cavabımız D və 15'də də düzgün cavabımız 1-3. Bu bizim ikinci oxuyub anlama mətnimiz idi. Sizinlə indi gəlin son 5 suala baxaq. 16-cı sualda укажите речевую ошибку. Речевая ошибка uşaqlar qrammatik ola bilər, qayda formasında ola bilər, hansı söz yanlış işlənə bilər. Burada əsasən deprичастияdan gedir söhbət. Deprичастный оборот harda səhv işlənir.
A variantında девочка склонив голову на bok слушала muziku. Söhbət kimdən gedir? Qızdan gedir. Qız başını əymişdi və musiqiyə qulaq asırdı. Hər iki hərəkəti icra edən qızdır. Burada heç bir aşıbqa yoxdur. V variantında расставив фигуру шахматисты начали игру. Şahmatçılar figurları düzdülər və oyuna başladılar. Hər iki hərəkəti icra edən şahmatistlərdir. С вариантında поднявшись на гору, перед нами открылась изумительная панорама. Dağa qalxanda bizim qarşımızda. Dağa qalxan bu tərəfdə yoxdur, mübtəda yoxdur uşaqlar. Olsaydı ki, поднявшись на гору, мы увидели изумительную панораму, bax onda deprичастный оборот düzgün istifadə olunardı. Amma belə formada bu yanlışdır. Və bu qrammatik qaydədir uşaqlar və bu yanlış olduğu üçün C variantında rечевая ошибка var. Yəni burada əsas fikir, əsas məqsəd hərəkətin hər ikisini eyni bir şəxsin canlı da ola bilər, cansız da ola bilər icra etməkdir və bu mübtəda olmalıdır. D variantında sadəcə o birlərə də baxaq ki, yəni səhv yoxdur. Mama sидела, откинувшись на спинку кресла, oturan da mama idi, söykənən də mama idi. Görürsünüzmü? Hər iki hərəkəti eyni bir şəxs icra edir. Y-də də сидя у окна, бабушка незаметно задремала, pəncərənin qarşısında oturaraq nənə mürgülədi. Yenə də hərəkətin hər ikisini kim edir? Babuşka. Deməli, burada C variantımız səhvdir. Baxırıq 17-yə bu birisi предложение, нарушающее смысл teksta. Bu nə deməkdir uşaqlar? Bizə 5 dənə cümlə verilib. Bu cümlələrin 4-ü bir mətn təşkil edir, biri xaric. Və onun da nömrələri bizə variantlarda verilib. Həmən o nömrəni seçərək variantı götürürük. Yəni, burada götürmürsünüz bir dənəmi, iki dənəmi. Bizə çünki demir. Выберите предложения, demir neçəsi deyir. Выберите предложения, nömrələnmişlərdən hansı smıslı pozur. Baxaq bir-bir uşaqlar. Yəni, bunun üçün baxmalısınız ki, hansı cümlə mətnə uyğun gəlmir. Məsələn, burada deyir ki, Azərbaycan уникальная страна с удивительными природными условиями. На территории страны уютно разместились морское побережье. Ben görürsünüz, hələ Azərbaycanın unikal ölkədir, təbiət qeyri-adi təbii şəraiti ilə və burada da hələ də o təbiətdən danışır. Далече земля этого древнего края, bu da ona aiddir. Многие из них образуют шумные водопады, bu da ona aiddir. 5-ci cümlədə isə deyir ki, turistlər qayıqla düşərgədən biraz belə çayın axını boyu yuxarıya üzdülər, sonra isə sahilə yanaşdılar. 5-ci cümlədə Azərbaycanın təbiəti ilə, Azərbaycanın prirodası ilə heç bir əlaqə yoxdur. Və bu mətnin məzmununu pozanda 5-ci cümlədir. O da Y variantında bizim qarşımızdadır və burada da cavab olaraq Y-ni götürəcəyik. 18-ə baxırıq, paronimlər verilib bizə. Uşaqlar, burada nəyə fikir verəcəksiniz? Fərqli yazılan. Baxın, fərqli yazılan. Əgər bu söz, bu fərqli yazılan paronimlə uzlaşırsa, это правильно. Uzlaşmırsa, это ошибка. Gəlin hər ikisinə baxaq. Qadavoy, qadavalı. Nə deməkdir bunlar? Qadavalı 1 yaşlı deməkdir uşaqlar. Yəni 1 yaş növbəti il 2 yaşlı, növbəti il 3, növbəti il 3. Yəni qadavalı o deməkdir ki, yaşının üstünə yaş gəlir. Bir də var qadavoy. Qadavoy o deməkdir ki, ilin içindədir. Bu ildən o bir ilə keçmir. Yəni qadavoy отчет может быть, plan может быть, отпуск может быть. Yəni ilin içində bir illik. Və rебенок da 1 yaşlı olduğu üçün burada fərqli yazılan da qadavalıdır. Deməli, burada aşıbqa yoxdur. Keçirik V variantına. Tormoz. Verilən paronimlər. Avtomatический, bir də avtomatiçni. Gəlin baxaq hər ikisinə. Avtomatически uşaqlar, elə bilin ki, bu nə mənada gedir? Hansısa bir qurğu vasitəsilə həyata keçirilən. Yəni, ümumiyyətlə, harda česki varsa sözün özünə aiddir. Bu da avtomatlaşdırılmış, yəni avtomatikanın özünə aid. Və gördüyünüz kimi, əslində tormoz sözü də burada var, avtomatiçiski də. Avtomatiçni isə bu refleks olaraq, qeyri-ixtiyari olaraq, yəni hər hansı bir qurğu vasitəsilə həyata keçmir.
öz-özünə baş verir. Məsələn, pоворot, rывок, ben sinonimini də qeyd eləmişəm burada, emoşionalni, yəni bir deyib edirsiniz, qeyri-ixtiyari edirsiniz. Və burada da bizə tormozu avtomatiçni ilə veriblər. Deməli, bu yanlışdır. Çünki avtomatiçki olmalı idi. E, Cavab V-dir. Siz imtahanda uşaqlar, mən sizə izah olsun deyə hər ikisini izah edirəm. Sizə imtahanda hər ikisinə baxmağa ehtiyac yoxdur. Siz yalnız fərqli yazılana baxacaqsınız və əgər fərqli yazılanla bu söz uzlaşırsa, это правильно. Baxırıq C variantına. Bедная bir də bедственная. Bedный yazıq, kasıb, yoxsul. Baxın sözlərə də fikir verin. Priroda da buradadır bu arada. Bedственный isə vəziyyətlə əlaqəlidir. Faciəli, təbii fəlakət ola bilər, təhlükəli ola bilər, faciəli ola bilər. Və burada da bizdə priroda bедная, yəni kasıb, yağış yağmadı, quraqlıq oldu, nə oldu? Təbiət kasıblaşdı. Doğrudur yəni bu. Baxırıq les, balotistli, balotlu. Gəlin bunu da sizə bir izah edim. Balotistli sözün özü kökü balotadır. Balota bataqlığı deməkdir. Balotistli uşaqlar bataqlıqlarla zəngin. Yəni bu meşə ola bilər ki, orada çoxlu bataqlıq olsun. Hər hansı bir yer ola bilər ki, orada çoxlu bataqlıq olsun. Sahil ola bilər, bata-bata gedirsiniz, balotistli. Yəni burada les sözü balotistli ilə olmalıdır. Balot nə isə artıq bu balotanın, yəni bataqlığın özünə aid. Orada yaşayan hər hansı bir heyvan ola bilər, quş ola bilər və yaxud bitki ola bilər. Rəng də hətta buna aiddir. Balotный цвет maşına, bu da balotnaya aiddir və bizdə də burada les verildiyi üçün fərqli yazılanda balotistdir. Burada heç bir səhv yoxdur. Patolog da vысокий, hündür. Vысотный isə uşaqlar, bu biraz yüksəkliklə əlaqəlidir, göydələnlərlə əlaqəlidir. Fikir verin buradakı sözlərə. Yəni hündürlük qorxusu, vысотная болезнь var edir, mən hündürlük qorxum var. Vысотный полет, yəni çox yüksəyə qalxdı, uçuş. Yəni bu yüksəkliklə əlaqəlidir, amma vысокий adi bildiyimiz hündür. Və burada da söhbət binadan, üzr istəyirəm, patologdan getdiyi üçün hündür bir patolog. Deməli, burada da cavabımız V variantı olacaq. Baxırıq 19-cu suala. Ошибка в подборе синонимов, sinonimlərin yanlış harda sinonim deyil. İzvestность, popularность hər ikisi tanınmaq deməkdir. Rodina, отчизна hər ikisi vətən deməkdir. Aktualность, yəni aktual, gündəmdə olan bir məsələ. Talant isə istedad deməkdir. C variantındakı sözlər sinonim deyillər. Смех, xoxot hər ikisi gülüş deməkdir. Likvidasiya, annulirovanie, bu da ikisi də ləğv etmə anlamında işlənir. Burada da düzgün cavabımız nə olacaq uşaqlar? C variantı. 20-ciyə baxırıq. Dialoqu tamamlamaq. Dialoqu tamamlamaq üçün belə deyək də variantla veriləndə daha rahatdır. Həmişə bəzən tərsinə olur. Birinci bu verilir, ikincini tapmaq lazımdır. Yəni baxmalıyıq ki, nə sualı verək ki, bu bizə belə bir cavab versin. Və burada da məsələn 1-lə başlamaq biraz məntiqsizdir. 3-lə də, 4-lə də cavablara da fikir verin. Əslində heç 4-lə başlayan yoxdur. Burada 2 ilə başlayacaq. Ты видел художественный фильм Насими? Sən Nəsimi bədii filmini görmüsənmi? Cavabında deyir, əlbəttə Osman, hətta 2 dəfə. Və 2 ilə olan bunlardır. Hər ikisində 3 gəlir sonra, yəni burada heç bir problem yoxdur. Deyir, понравился тебе film? Film xoşuna gəldi. Deyir, bəli, mən tarixi filmlərə baxmağı sevirəm. Sonra birində 1 gəlir, birində 4 gəlir. Və burada birdə yazılıb ki, tarixi filmlər böyük maraq sunur. 4-də isə deyir ki, mən həmişə təəccüblənirəm ki, niyə bizdə belə filmlər azdır. Gəlin indi baxaq görək. Bunu qoysaq, ondan sonra bunu vermək daha düzgün olar, yoxsa bunu qoysaq. Məsələn, bunu qoysaq, tarixi filmlər böyük maraq kəsb edir. Dalıcanda deyir ki, sən haqlısan, axı bizdə. Yəni, mən niyə burada axı deyim ki? Amma mən desəm ki, mən həmişə təəccüblənirəm, niyə bizdə belə? Çünki sual verir, почему у нас так мало таких фильмов?
Onda deyə bilər, sən haqlısan, axı bizim zəngin tariximiz və tarixi ədəbiyyatımız var. Ona görə bura dördüncü cümlənin qoyulmağı daha düzgündür və cavabımız olacaq Y variantı 2, 3, 4. Bu bizim ümumi sınaq 7, üzr istəyirəm, 8 imtahanının düzgün sualları və cavabları idi. Hamınıza bol şans, uğur arzulayıram. E, Növbəti sınaqlarda görüşənədək sağ olun, Allah amanında qalın.